Elhamdülillah, salatu və selamu alə Rasulillah və ba'd. Sözsüz ki, Ramazan ayı böyük bir nemətdir. Və Allah subhanahu wa ta'ala müsəlmana nəsib etmir. Görsən ki, hər Ramazan çatanda nə qədər qardaşlarımız olub, bacılarımız olub, dünyadan gedirlər. Ona görə necə bir hədisdə gəlib, Ramazana çatmaq, orada gözəl əməllər eləmək, oruç tutmaq elə böyük nemətdir. Hətta səbəbdir ki, insan cənnətə düşür, qabaqlayır başqaları, necə hədisdə gəlir. Ona görə sələflərdən gələrdi ki, onlar Ramazana hazırlaşardılar və çoxlu ibadətlər eləyərdilər. O Ramazandan sonra 5 ay, yarım il dua eləyərdilər ki, orada olan deməli ibadətləri Allah Subhanahu taala qəbul etsin. Sonra da qalan yarım il, yəni Ramazana qalan ayları dua eləyərdi ki, Ramazana çatsınlar. Ona görə sözsüz ki, o nə deməkdir dua eləyir çatdırsınlar? Yəni hazırlaşırlar. Hazırlaşırlar Ramazan ayı üçün. Hazırlaşmaq da nədir? Sözsüz ki, ən birincisi insan öz imanını hazır etməlidir. Yəni, tövbə etməlidir. Artıq Ramazanda oruç tutanda, ibadətlər eləyəndə hazır olmalıdır ki, günahlardan çəkinib, tövbə edib və artıq Allah üçün ixlasla bu oruc ibadəti və digər ibadətləri eləyir. Bu ən birincisi. İkincisi, mühüm məsələlərdən ixlas məsələsidir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İnneməl a'malu bin-niyyət", yəni əməllər niyyətlərə görədir. Ona görə sənin niyyətin bu orucu, bu ibadətləri, bu ayı Allah üçün keçirməkdir. Yəni bir diyeta deyil, bir nəsə sağlamlıq və s. belə şeylər düzdür. Oruc o faydalar verir, lakin əsas səbəb o da olmamalıdır. Əsas səbəb Allah üçün olmalıdır. Və həmçinin mühüm məsələlərdən deməli, Quran-ı Kərimə fikir vermək. Biz bilirik ki, Ramazan Quran ayıdır. Allah subhanahu wa ta'ala buyurur ki, "Şahru Ramazanəl-ləzi unzile fil-Qur'an." Ramazan ayı o aydır ki, Quran nazil oldu. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm bu ayda xüsusən Quran-ı Kərimə fikir verərdi, oxuyardı və həmçinin sahabelər. Və lakin bir çox insanlar bilmirlər ki, sələflər bu ay üçün hazırlaşardılar qabaqcadan. Artıq qabaqcadan Quran-ı Kərimi oxuyardılar. Çoxlu oxuyardılar ki, artıq Ramazan girəndə insan öyrəşsin Quran oxumağına. Çətin gəlməsin ona. Ona görürsən ki, başlayır Ramazanda Quranı çox oxumağa, əvvəl çətinlik çəkir. Ramazanın axırında elə bil ki, necə bizdə deyilir, nəfəsi açılır. Ona görürsən belə elə ki, qabaqcadan. Hətta deyərdilər sələflər ki, o Şaban ayı Quran ayıdır. Yəni Şabanda artıq sən hazırlaşırsan, Ramazan başlayanda başlayırsan Quran-ı Kərimi rahat oxumağa. Çünki artıq çox oxumusan. Və həmçinin oruc, yəni təkcə Ramazan yox. Ramazandan qabaq da hazırlaşmaq lazım. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərə gəlib, Şaban ayı oruç tutardı. Hətta hədislərin bəzilərində gəlib ki, demək olar ki, bütün Şabanı tutardı. 1-2 gündən 1-2 gün istisna olmaqla bütün Şabanı tutardı. Nəyə görə? Burada da hikmətlərdən nədir? Çünki insan hazırlaşır. Ona görürsən, kim oruç tutmur Ramazanda, Ramazan başlayanda birinci günlər əziyyət çəkir. Bədəni hələ öyrəşmir orucluğa, əziyyət çəkir, ibadətləri çətin eləyir, təravihləri gedə bilmir, ağırdır ona oruç tutmaq, Quran-ı Kərimi oxumaq. Ona görə orucla da hazırlaş. Şaban ayı, yəni orucluq ayıdır. Oruç tut və belə inşallah Allah subhanahu da istər ki, Allah sənə nəsib eləsin, Ramazana çatasan və orada olan əzəmətli ibadətlər, xüsusən oruc, Quran-ı Kərim oxumaq, gecə namazları, bu ibadətləri eləyəsən. Allah da yaxşı bilir.